Türk kimliyi necə formalaşdı? Türk deyəndə biz nəyi nəzərdə tuturuq? Bir adı, bir dili, yoxsa bir irqi? Bu videoda Türk anlayışını 3 əsas qat üzrə izah edəcəm. Adın tarixi və Türk kimliyinin formalaşması, bu adı daşıyan insanların genetik mənşəyi və qədim türklərin dünyanı necə dərk etdiyi, yəni inanc sistemi. Tarixdə türk sözünün ən erkən istifadəsinə elə məhz qədim türk dilinin bildiyimiz ilk mətnlərindən biri olan Orxon kitabələrində rastlayırıq. Maraqlısı buradadır ki, kitabənin mətninə baxanda türk ifadəsinin bütün türk dilli xalqlara aid edilmədiyi ilə qarşılaşırıq. Bu söz yalnız Göytürk xaqanlığının rəhbər zümrəsi olan Aşina nəslini ifadə edirdi. Bu səbəbdən də Orxon yazılarında qırğızlar, tarduşlar, tölislər və 9 oğuzlar kimi digər türk dilli tayfaların hamısı öz adları ilə çəkilir, yəni türk kimi təqdim olunmur. Buna görə də təbii olaraq bu tayfalar da özlərini türk olaraq adlandırmırdı. Misal olaraq, Uyğurlar öz rəsmi kitabələrində türk deyərkən Göytürkləri nəzərdə tutur və onlardan öz düşmənləri olaraq bəhs edirdilər. Məsələn, 2-ci Uyğur xanı Bayançur xaqan sırasıyla Yaryat və Şine Usu kitabələrində belə deyir. 28 yaşım olanda, yəni ilan ilində türklərin elini darmadağın etdim. Ozmuş xaqanı təqib etdim və 7-ci ayın 14-cü günündə onları məğlub etdim. Xanı əsir aldım və türkləri əsarət altına aldım. Sonra Ozmuş yenidən xan oldu. Eşitdim ki, Ozmuş Tegin türklərin xanı olub. Qoyun ilində yürüş etdim və Ozmuşla xatununu ələ keçirdim. Bundan sonra türklər yox oldular. Orta əsrlərdəki türklər haqqında ən erkən mənbələr olan Çin mənbələri də bu fərqləndirməyi təsdiqləyir. Onlar da türk ifadəsini yalnız Göytürklərə aid edirdilər. Digər tayfalar isə adbaad qeyd edirdilər. Onlar bütün türk dilli köçərləri vahid bir qurumdan ibarət kimi görmürdülər və hətta türklərlə monqolları belə ayırd eləməkdə çətinlik çəkirdilər. Çin mənbələri bəzən türk və qeyri-türk tayfalara kollektiv ad olaraq tatar deyirdi və bunlar da əsasən 3 qrupa ayrılırdı. Qara tatarlar monqolları, ağ tatarlar türk dilli Onqut tayfasını, vəhşi tatarlar isə naməlum bir tayfanı nəzərdə tuturdu. Amma buna baxmayaraq, Çin mənbələrində ümumi olaraq türklərə və qeyri-türklərə ortaq bir ad qoyulmamışdı. Hətta 7-9-cu əsrlərə aid Tibet mənbələri də bu tendensiyanı göstərir. Məsələn, Tibet imperiyasına aid əlyazmalarda 5 diplomatın Uyğur hökmdarına məruzəsi qeyd edilir. Burada diplomatlar Qay, Türk, Xitan, Qırğız və Qarluqlarla ayrı-ayrı görüşdüklərini deyir. Bu əlyazmada türklər Druq olaraq qeyd edilir və bu nümunələr də onların Çinli tarixçilər kimi türk dilli tayfaları ayrıca bir başlıq altında birləşdirmədiyini göstərir. Başqa bir maraqlı fakt da budur ki, Çingizxan Monqol imperiyasını quranda Naymanlar, Onqutlar, Qırğızlar və Uyğurlar kimi türk dilli tayfaları öz tərkibinə qatsa belə, Monqolların gizli tarixi kitabında heç vaxt bu tayfalar türk olaraq adlandırılmır. Bu salnamədə türk sözü bir dəfə belə keçmir. Hətta Qıpçaqlar və Qanqıllar kimi türk dilli tayfalardan bəhs edilərkən də türk sözündən istifadə edilmir. Sonrakı dövrlərə baxsaq, Buddist Monqol salnamələrində də türk dilli tayfalar türk olaraq adlandırılmır. Əvəzində Juçinin ulusundakı və Qazax çöllərindəki köçərlər üçün toğmaq ifadəsindən istifadə edilir. Eynilə Monqol imperiyasının süqutundan sonra Min sülaləsinin salnaməsi olan Ming-Şıda da türk anlayışı köçərlər üçün istifadə edilmir. Başa düşülür ki, onlar artıq dini əsaslı adlandırmalara keçmişdilər. Məsələn, Teymurilərin diplomatlarına Hui-Hui, yəni müsəlman deyildiyi halda, Qazaxlar isə Dada-Hui, yəni barbar müsəlman tatarlar olaraq adlandırılırdılar. Xülasə, bu mənbələrdən belə qənaətə gəlmək olar ki, erkən dövrlərdə türk ifadəsi bütün türk dilli tayfalar üçün istifadə edilən ümumi bir termin deyildi və Göytürklərin süqutundan sonra yavaş-yavaş Şərqi Asiyada istifadədən düşmüşdü. Bu onu göstərir ki, İç Asiyanın köçərlərinin kimliyi bizim müasir dövrümüzdə etdiyimiz kimi onların danışdıqları dil əsasında müəyyənləşdirilmirdi. Bəs necə oldu ki, türk sözü zaman içində dəyişərək ümumi bir çətir ifadə halına döndü? Bunun cavabı isə İslam dünyasının şərqli köçərlərlə tanışlığında gizlidir. Müasir mənada türk kimliyi əsasən İslam mənbələrində formalaşmağa başlayır. Görkəmli türkoloq Wilhelm Bartoldun fikrincə, türk anlayışını ən çox yayan müsəlman tarixçilər olmuşdu. Peter Golden isə türk ifadəsinin müsəlmanlardan asılı olmayaraq Uyğurlar, Xəzərlər və Oğuzlar üçün istifadə edildiyini irəli sürsə də,
Ümumi olaraq türk tayfalarının özlərini belə adlandırıb adlandırılmamasının qeyri-müəyyən olduğunu da qəbul edir. Bu səbəbdən Peter Golden da türk ifadəsinin geniş şəkildə ərəblər və bizanslılar tərəfindən Mərkəzi Asiyadan gələn köçərləri bildirmək üçün istifadə edildiyini qəbul edir. Məsələn, Gərdizi və Mərvazi kimi müsəlman alimləri Fin-Uqorlar və Slavlar da daxil olmaqla bütün şimal xalqlarını türk olaraq adlandırırdı. Buna bənzər vəziyyəti Şahnamədə də görmək mümkündür. Bu əsərdə də İran dilli köçərlər də daxil olmaqla Amudərya çayının şimalında yaşayan bütün köçəri tayfalar Turanlı olaraq adlandırılmışdı. Mahmud Kaşqari də Divan-ı Lüğət Türk əsərində türk ifadəsini həm dar mənada Qaraxanlılar üçün, həm də ümumi mənada türk dilli qövmlər və eləcə də Tanqut, Monqol, Xitay və Qaylar kimi qeyri-türklər üçün də istifadə eləmişdi. Maraqlısı bundadır ki, Mahmud Kaşqari türklərin soyunu göy türklərə və ya başqa türk dilli xalqlara aparmaq əvəzinə İslam ənənəsinə uyğun olaraq Nuhun oğlu Yafəsin oğluna calayır. Buradan da Mahmud Kaşqarinin də metodologiyasında İslam təsirini görmək mümkündür. Məmlüklər dövrünə baxsaq, yenə türk anlayışının geniş bir ifadə kimi Qaraxitay, Monqol və Oyrat kimi qeyri-türkləri əhatə eləmək üçün istifadə edildiyini görərik. Hətta Monqolları ifadə edən Tatar sözü də türk sözü ilə sinonim olaraq işlədilirdi. Bir məmlük tarixçisi hətta Monqol dilini saf türk dili olaraq da təsvir etmişdi. Sözsüz ki, məmlüklərin türk terminini ümumi mənada işlətməsi müsəlman tarixçilərinin təsiri ilə olmuşdu. Amma bundan əlavə onu da qeyd eləyək ki, məmlüklərin əksəriyyətini təşkil edən qıpçaqların özləri vahid bir qurumdan ibarət deyildi. Məsələn, həm Peter Golden, həm də Omelyan Pritsak qıpçaqların Ölbərli klanının Monqol mənşəli olduğunu irəli sürür. Ona görə də məmlüklərin bu çeşidliliyi görərək ümumi türk ifadəsi işlətməsi məntiqli görünür. Bəs ümumilikdə müsəlman tarixçilər Çinlilərdən fərqli olaraq Asiyadan köç edən bütün bu etnoslara niyə ümumi bir termin olaraq türk adını qoymuşdu? Başa düşdüyümüz qədərilə əsas səbəblərindən biri də köçərlərin görünüşləri ilə əlaqədar idi. Misal olaraq, bir ərəb əlyazmasında Uyğurların, Çinlilərin və türklərin bir-birlərinə fiziki olaraq oxşadıqları qeyd edilir. Müsəlman mənbələrindən ümumi olaraq belə görünür ki, türklər daha çox Asiyalı fenotipə sahibdirlər. İstər Fəzlullah Rəşidəddin, istər Hafiz Tanış Buxari və istər Əbülqazi Bahadır xan türkmənlərin, yəni Oğuzların İran və Mavəraünnəhrə gəlişindən sonra fiziki olaraq dəyişərək türk görünüşlərini itirdiklərini yazır. Wilhelm Bartold türkmənlərin digər türk dillilərdən fərqli görünməyini onların İran dilli tayfalarla qarışmağı ilə izah edir. Həmçinin eynisini Mahmud Kaşqaridə də görürük. O belə deyirdi ki, Oğuzlar farslarla qarışanda çoxlu türk sözlərini unutdular və əvəzində fars sözlərini istifadə etməyə başladılar. Türk ifadəsinin həm xüsusi, həm də ümumi mənası haqqında danışdıqlarımızdan sonra İç Asiyadakı kimliyin və tayfaların formalaşmağını müzakirə etsək, mövzunu daha da yaxşı qavraya bilərik. Bura qədər əsasən Çinli salnamələrlə müsəlman mənbələr arasındakı fərqlərə toxunmuşduq. Amma bu fərqliliklərə baxmayaraq, türk termininin hər iki mənada istifadəsi Asiyadakı köçərlərin kimliyinin formalaşmağında üç xüsusiyyətdə özünü göstərir. Birinci olaraq, köçəri konfederasiyalar müxtəlif dillərdə danışan tayfalar və qəbilələrdən təşkil olunurdu. Məsələn, Tuoba Vey sülaləsi mənşə etibarilə Monqol olsa da, cənuba doğru köç edərkən bir sıra türk dilli tele tayfalarını da özlərinə qataraq çeşidli tayfa halına gəlmişdilər. Eynilə əsrlər sonra Liao sülaləsinin rəhbər zümrəsi həm sülalənin əsasını qoyan Xitaylardan, həm də Uyğurlardan təşkil olunmuşdu. İkincisi, eyni dil ətrafında birləşən köçərlər həmişə ortaq kimlik ətrafında birləşə bilmirdilər. Məsələn, Monqolların hökmran zümrəsi ilə bir başqa Monqol qövmü olan Oyratlar bir-birinə düşmən və fərqli etnos kimi baxırdı. Eynisini videonun əvvəlində toxunduğumuz Uyğurlarla göy türklərə də aid eləmək olar. İkinci türk xaqanlığının süqutundan sonra Uyğurlar türk kimliyini mənimsəməmişdi. Əlavə olaraq, fərqli dildə danışan qruplar bəzən ortaq kimlik altında birləşə bilirdi. Məsələn, Çinlilərin rəsmi 24 kitabından biri olan Hou Hanshuda yazılanlara əsasən, Böyük Hun imperiyasının süqutundan sonra Şimali Hunlar cənubdakılarla birləşmək əvəzinə fərqli dildə danışan Siambilərə qoşulmuşdu. Üçüncü və son olaraq isə ortaq kimliyi yaratmaqda fiziki görünüş bəzən qohum dilləri danışmaqdan daha önəmli rol oynayırdı. Məsələn, İbn Ələsirin yazdıqlarına görə şərqli qıpçaqlar olan Qanqli qarnizonu Səmərqənddə Xarəzmlərə xidmət etməkdən imtina edərək Monqolların yanına qaçarkən əsaslandırmalarını biz onlarla eyniyik deyərək etmişdilər.
Buna oxşar bir başqa misal daha göstərsək, Qıpçaqlarla Alanların ittifaqını pozmaq üçün Monqol sərkərdələri Çepe və Sübutay Qıpçaqlara "Sizlərlə bizlər eyni tayfayıq" mesajı göndərmişdi. Məmlüklər də Monqolları hər zaman özlərinə yaxın hesab etmiş və hətta yerli Misirlilərlə evlənməyərək özlərinə yoldaş olaraq Monqolları seçirdilər. Məsələn, deyilənə görə Sultan Kalavunun bütün yoldaşları Monqol imiş. Maraqlısı bundadır ki, əsasən Qıpçaq olan məmlüklərdə Monqol qaçqınlar və məhbuslara hərbidə yüksək vəzifə verildiyi halda türkmənlərə daim aşağı vəzifələr verilirdi. Kimliyin formalaşmağında deyindiyimiz üçüncü səbəb olan fizionomika görünür ki, doğrudan da önəmli rol oynayırmış. Çünki biraz əvvəl bildirdiyimiz kimi bir sıra müsəlman tarixçilər Oğuzların getdikcə türk görünüşünü itirərək İranın yerlilərinə oxşamağa başladığını yazırdı. Hətta Mərkəzi Asiyada Monqol imperiyasının süqutundan sonra əmələ gələn müxtəlif uluslarda Qıpçaqlar Oğuzlarla ümumi olaraq ortaq kimlik anlayışını paylaşmırdılar və hətta onları özlərindən aşağıda görürdülər. Məsələn, Nikolay Muravyov Xivə xanlığına səyahətini qeydə aldığı kitabında özbəklərlə türkmənlərin fərqli soydan gəldikləri üçün bir-birlərinə tamam fərqli xalq kimi yanaşdıqlarını yazır. Bütün bunları göz önünə gətirsək, orta əsr Çin tarixçilərinin niyə türk ifadəsini bütün türk dilli qruplar üçün istifadə eləməyinə ehtiyac hiss eləmədiklərini başa düşmək olur. Çünki bu qrupların özləri belə türk dilində danışmağına baxmayaraq özlərini türk olaraq görmürdülər. Eynilə də müsəlman tarixçilər türk ifadəsini dilçilikdən hərəkət edərək yalnız türk dilli qruplara aid eləməyə ehtiyac hiss eləməmişdilər. Bəlkə də elə bu səbəbdən Monqolların türk olub olmadığı hələ də bəzən günümüzdə müzakirə edilir. Tarixə yenə göz gəzdirsək, Monqol imperiyası və sonrakı dövrlərdə bir çox müsəlman tarixçilər Monqolları türklərin bir budağı kimi görürdü. Məsələn, İbn Bətutənin yazdıqlarını götürsək, o Altın Ordanın paytaxtında yaşayan insanlar haqqında bəhs eləyəndə Qıpçaq və Monqollar arasında fərq qoyur, amma ümumi imperiyanın köçələri haqqında yazanda isə ümumi olaraq onlara türk deyirdi. Görkəmli tarixçi İbn Xəldun da Monqolları türklərin bir qolu kimi görür və hətta kitablarının birində bir fəslin adını türk tayfalarından biri olan Tatarların idarəçiliyi haqqında hesabat olaraq qoymuşdu. Burada Tatar deyərkən Monqolları nəzərdə tuturdu. Hətta Övliyə Çələbi Osmanlı türkləri ilə Monqolların eyni millət olduğunu, Osmanlı sülaləsinin Çingizin sülaləsindən törədiyini iddia edir. Fəzlullah Rəşidəddin də orijinal Monqol tayfalarını Monqol türkləri olaraq adlandırır. Amma başa düşməliyik ki, Monqollar Çingiz xan dövründən sonra türkləşdikləri üçün türk adlandırılmırdılar və türk ifadəsi heç də Monqol olmayan demək deyildi. Türk ifadəsi Tacik ifadəsinin antonimi idi. Çünki Tacik ifadəsi daha çox oturaq həyat tərzi olan insanlara deyilirdi. Məsələn, Qazax çöllərində oturaq əhali olmadığı üçün Monqollar və törəmələri özlərini türk olaraq adlandırmırdılar. Hətta 16-cı əsrdə Rusiyaya səyahət edən Zygmunt von Herberstein qeydlərində Tatarların özlərinə türk deyilməkdən incidiklərini və bunu təhqir olaraq qəbul etdiklərini yazır. Bəs bütün bu danışdıqlarımız bizə nə deyir? Türk sözü də bir sıra müasir etnonimlər kimi tarix boyu heç vaxt sabit bir mənaya malik olmayıb. İlk başlarda göy türklərə, daha sonra isə göy türk xaqanlığının süqutundan sonra dillərindən asılı olmayaraq köçərlərə aid edilib. Müasir dövrümüzdə isə bu ifadə türk dilli xalqların hamısını ifadə edən çətir bir termindir. Bu video üçün əsas mənbə olaraq istifadə etdiyim məqalənin müəllifinin sözləri ilə desək, köçərlərin bu türk kimliyini müasir mənada şərh etmək bütün səlibçiləri ərəblərin onlara qoyduğu İfranc adına görə və ortaq dillərinin fransız olduğuna görə fransız adlandırmaq kimi bir şey olardı. Türklər tarixən köçəri olduqları üçün çox qədim yazılı nümunələr buraxmadığından onların etnolingvistik mənşəyi ilə bağlı qeyri-müəyyənlik olduğunu da unutmamalıyıq. Türklərin dünyası tarix səhnəsində Böyük Hun imperiyasının süqutundan sonra meydana çıxmağa başlayır. Asiya Hunlarının etnik və lingvistik kimliyi qeyri-müəyyən olsa belə, onların tabeçiliyində olan insanların içində türk dillilərin olduğu açıqdır. Hun dilindən qalma barmaqla sayıla biləcək sözlərin etimologiyası ilə bağlı araşdırmada erkən dövrdəki sözlərin təqribən yarı-yarıya Şərqi İran və proto-türk dillərinə aid olduğu, Hunların son dövrlərində isə demək olar ki, bütün sözlərin tamamilə proto-türkcə olduğu üzə çıxıb. Bu da onu deməyə əsas verir ki, Asiya Hunlarının son dövrlərinə doğru İran dillərində danışan əhali getdikcə assimilyasiyaya məruz qalıb. Qısa bir əlavə edim ki, burada bəhs etdiyimiz Hunlar 5-ci əsrdə xüsusilə də Attilanın rəhbərliyi altında Avropaya miqrasiya edən Hunlar yox, eramızdan əvvəl 200-ci illərdə ortaya çıxan və Çin mənbələrində
Xiongnu adı ilə bilinən Asiya Hunlarıdır. Erkən dövr Hun qalıqlarının genetik analizlərinə baxanda, onların qərbdən gələn İranlı köçərlərlə şərqdən gəlmiş lövhə məzar mədəniyyətinin daşıyıcılarının birləşməsindən meydana çıxdığını görə bilirik. Lövhə məzar mədəniyyəti ilə bağlı birazdan daha geniş məlumat verəcəyik. Həm müasir etnosların, həm də arxaik insan qalıqlarının DNT-sini analiz edərkən istifadə edilən metodlardan biri də şəxsin Y xromosomunu incələməkdir. Y xromosomu atadan oğula keçmək surətilə mutasiya edənə qədər eyni şəkildə qalır. Bu mutasiyalardan hərəkət edərək ortaq mutasiyanı paylaşan qrupa Y DNT haploqrupu deyilir. Yəni ki, haploqrup ortaq atadan törəyən insan toplusudur. Genetiklər insan Y DNT haploqruplarını 20-dən çox qrupa ayırıblar. Məsələn, Afrikalılarda əsasən E haploqrupu, türklərin tarix səhnəsində hökmranlıq etdiyi Mərkəzi Asiya çöllərində yaşayanlarda isə əsasən C haploqrupu müşahidə edilir. Amma qeyd etmək lazımdır ki, müxtəlif müasir və qədim türk qruplarında görünən başlıca Y haploqrupları çeşidlidir. Bu da o deməkdir ki, müxtəlif türk xalqları vahid və ya homogen ata nəslindən ibarət deyil. Məsələn, elə Asiya Hunlarına göz gəzdirsək, 2006-cı ildə aparılan araşdırmada Asiya Hunlarına aid məzarlıqdakı 62 nümunədə N1, C1, G və C haploqrupları müşahidə edilib. Hunların əcdadlarından biri kimi qeyd etdiyimiz lövhə məzar mədəniyyətinin daşıyıcılarında da G haploqrupu daha sıx müşahidə edilir. Lövhə məzar mədəniyyəti genetik cəhətdən tam olaraq Şərqi Asiyalı mənşəlidirlər və proto-türk dilinin də məhz bu mədəniyyətin içində meydana çıxdığı ehtimal edilir. Daha da texniki izah eləsək, lövhə məzar mədəniyyətinə mənsub insanlar tam olaraq antik şimal-şərqi Asiyalı deyilən genləri daşıyırdı. Antik şimal-şərqi Asiyalı günümüzdən 7 ilə 4 min il əvvəl Şərqi Sibirdə, Monqolistanda və Baykal göl ətrafında yaşamış ovçu toplayıcıların nəslini ifadə edən genetik bir addır. Buna biraz sonra Göytürklərlə bağlı danışacağımız hissədə də toxunacağıq. Asiya Hunlarından fərqli olaraq türk dilində danışdıqlarını daha əminliklə bildiyimiz insanlardan birincisi dinlinlərdir. Erkən Çin mənbələrinə görə dinlinlər Asiya Hunlarının tabeçiliyində yaşamış və hətta Hunların Çinlilərlə müharibələri zamanı Çinlilərə kömək də etmişdilər. Dinlinlər daha sonra Orta əsr Çin mənbələrində qarşımıza Tele və ya Gaoçi adı ilə çıxır. Peter Golden bu ifadələrin hamısının etimoloji olaraq əl arabası mənasını verdiyini deyir. Çin mənbələri onların Asiya Hunlarının törəmələri olduğunu və içində qeyri-türklər də daxil olmaqla bir sıra müxtəlif tayfaları əhatə elədiyini də qeyd edir. Sui Shu kitabında Telelerin adətlərinin Göytürklərə oxşadığı, amma evlilik və ölü bastırma ənənələrinin onlardan fərqləndiyi də vurğulanır. Türk kimliyinin ilk və orijinal sahibləri və türk dilini ilk dəfə rəsmi dövlət dili etdiyini bildiyimiz insanlar heç şübhəsiz Çinlilərin Tucuya dedikləri Göytürklər idi. Türk ifadəsi Çin mənbələrində ancaq Göytürklərə aid edilir və onlar dinlinlərdən törəmiş və ya telelərlə əlaqəli insanlar hesab edilmir. Maraqlısı budur ki, fərqli Çin mənbələri Göytürklərin rəhbər zümrəsi olan Aşinalıların mənşəyi ilə bağlı müxtəlif variantlar irəli sürür. Joushu kitabı həmçinin Göytürklərin qırğızlara qohum insanlar olduğunu da qeyd edir. Amma başqa bir maraqlı məqam da bundadır ki, Göytürklər görünüş olaraq qırğızlardan fərqli idi. Çünki qırğızlar Çin mənbələrində qırmızı saçlı və mavi gözlü olaraq təsvir edilir. Hətta bir mənbədə daha sonra Şərqi Göytürk xaqanlığının xanı olan Aşina Simonun və ya digər adı ilə Kilibi xanın görünüşünün Sogdianalılara oxşamasına görə dövrün xanlarının ona yüksək vəzifə vermədiyi də bildirilir. Bildiyimiz kimi Göytürk xaqanlığı daha sonra Şərq və Qərb xaqanlıqlarına parçalanır. Qərbdə meydana gələn bu yeni konfederasiyanın tərkibində Qarluqlar, Türk-işlər və Xəzərlər kimi şərqdəki xaqanlıqda olmayan millətlər də var idi. Yenə Jiyu Tangshu kitabının verdiyi məlumata əsasən qərbdəki türklərin dili ilə şərqdəkilərin arasında cüzi də olsa bir fərq var idi. Bu da onu deməyə əsas verə bilər ki, qərbdəkilər qərbə doğru köç etdikcə qeyri-türk millətləri də özlərinə qatmış ola bilər. Bu dediklərimə oxşar bir tərzdə bir çox tarixçilər Göytürklərin rəhbər zümrəsi olan Aşina klanının Hind-Avropa mənşəli ola biləcəyi ehtimalını da istisna etmir. Lakin iş genetikaya gələndə maraqlı məqamla qarşılaşırıq. Ümumiyyətlə uzun müddət idi ki, Göytürklərlə bağlı əldə tutulacaq heç bir genetik araşdırma yox idi. Amma son zamanlarda Göytürk dövrünə aid insan qalıqlarının və son olaraq Aşina zümrəsinə aid bir nəfərin də DNT-si ilə bağlı araşdırma dərc edildi. Göytürk və daha sonrakı xaqanlıqlara aid bu müxtəlif nümunələrin fərqli nəticələri onların doğrudan da həm Qərbi Avrasiya, həm də Şərqi Asiya komponentləri daşıdığını göstərir. Peter Damgard və həmkarları
2018-ci ildə apardıqları bu tədqiqatla bağlı bu nəticəyə gəldilər ki, köçərilərdə tədricən artan Şərqi Asiya genetikası türk dilini və adətlərini Şərqi Asiyadan gətirən elitar azlıqla əlaqəlidir. Doğrudan da 2020-ci ildəki başqa bir araşdırmada da 7 qədim türk qalığının DNT-sinin 60%-nin bayaq bildirdiyimiz antik Şimal-Şərqi Asiyalı olduğu, 40%-nin isə qərbdən köç edən İranlılarla əlaqəli olduğu göstərilmişdi. Amma 2023-cü ildə İlk dəfə olaraq Aşina klanına aid bir nəfərin DNT analizlərinin nəticələri paylaşıldı. Daha dəqiq desək, istifadə edilən nümunə Göytürklərin ilk xanı olmuş Bumun xanın nəvəsi, Muğan xanın qızı Şəhzadə Aşinaya aiddir. Bu araşdırma Damqard və həmkarlarının fikirlərini doğrulayır. Belə ki, araşdırma Şəhzadə Aşinanın 97.7% antik Şimal-Şərqi Asiyalı olduğunu üzə çıxarır. Bu da o deməkdir ki, doğrudan da Göytürk xanlığının vətəndaşlarının bir qismi Hind-Avropa və Asiya mənşəli olsa belə, onların elitası olan Aşina klanı əvvəl irəli sürülən kimi Hind-Avropalı yox, məhz Şərqi Asiya mənşəli idi. Göytürklərlə daim düşmən olmuş və 2-ci Göytürk xaqanlığının süqutuna səbəb olmuş bir digər görkəmli türk tayfası da Uyğurlar idi. Uyğur xaqanlığının 840-cı ildə dağılmasının da səbəbkarları bir digər türk dilli insanlar olan qırğızlar idi. Maraqlıdır ki, ümumi olaraq türk dilli xalqların yaradılış dastanlarında Bozqurd obrazı mərkəzi rol oynasa belə, qırğızlarda bu rol inəyin üzərinə düşür. Bir Çin mənbəsində belə deyilir. Jiankun tayfası Bozqurddan törəməmişdi. Onların əcdadları Kögmen dağlarının şimalındakı mağarada Tanrı ilə inəyin birləşməsindən törəmişdi. Onların saçları sarı, gözləri yaşıl, saqqalları isə qırmızıdır. Həm bu faktın özü, həm qırğızların Çin mənbələrində Telelər və Uyğurlarla belə əlaqələndirilməməsi, həm də genetik analizlər qırğızların mənşə etibarilə qeyri-türk olmağına və daha sonralar Göytürk dövründə tayfalararası evliliklərlə türkləşdiyinə işarə edir. Misal üçün qırğızların genetik nəticələrinə baxsaq, onlarda əksəriyyətin R1A1 haplogrupuna, xüsusilə də bunun alt qolu olan R1A Z93 haplogrupuna aid olduğunu görərik. Bu haplogrup xüsusilə Hind-İran dillərində danışan tayfaların şərqə doğru miqrasiyası ilə əlaqələndirilir. Çin mənbələrində qırğızların Avropoid irqinə məxsus xüsusiyyətlərinin olmağına dəstək olaraq bu genetik araşdırmalar onların doğrudan da mənşə etibarilə qeyri-türk olub, sonradan türkləşməyinə də işarə ola bilər. Ümumi olaraq baxsaq, Çin mənbələri həm erkən türklər, həm də orta əsrlərdəki türklər haqqında danışanda onların vahid kökə sahib olduqlarını vurğulamır. Hal-hazırda gördüyünüz cədvəldə müasir türk qrupları ilə bağlı fərqli araşdırmaların Y-DNT nəticələrini görürsünüz. Məsələn, Azərbaycanlılarda 31% halda J haplogrupu, 18% halda isə C haplogrupu müşahidə edildiyi halda, Qazaxlarda C2 və O haplogrupları, Türkmənlərdə isə G, J, R1A1 haplogrupları müşahidə edilir. Türkmənlərdə R1A1-in görünməsi Bartholdun türkmənlərin kökü ilə bağlı nəzəriyyəsində dəstəkləmiş görünür. Bartholda görə türkmənlər yerli İran dilli insanlarla şərqdən gələn türk dilli insanların qarışmağından əmələ gəlmişdi. Həmçinin bu, orta əsr türkmənlərinin orijinal türk fizionomiyalarını itirib, müsəlman yazarlar tərəfindən tacik görkəmli kimi təsvir edilmələrinin səbəbini də izah edə bilər. 2012-ci ildə İran Azərbaycanlıları üzərində aparılan araşdırma onların 27%-nin J2, 19%-nin eni ilə türkmənlərdəki kimi R1A1, 18%-nin isə R1B haplogrupuna aid olduğunu aşkarladı. Günümüzə daha yaxın araşdırmalara baxsaq, yenə də Azərbaycanlılarda ən çox görülən haplogrup J ilə əlaqəlidir. Həmçinin bu araşdırmalar Azərbaycanlılarda R1B və R1A ilə əlaqəli haplogrupların da mövcud olduğunu üzə çıxarır. J2 haplogrupunun təqribən 20 min ilə 32 min il əvvəl bərəkətli hilal adlandırılan bölgədə meydana çıxdığını göz önünə gətirsək, bir çox araşdırma Azərbaycanlıların genetik baxımdan dil qohumlarından daha çox qonşuluğundakı xalqlarla daha yaxın olduğunu göstərir. Göründüyü kimi, müxtəlif bölgələrdə yaşayan müxtəlif türk qrupları müxtəlif köklərə sahibdir və heç də eyni kökdən gəlmirlər. Yəni ki, ilk başda erkən türklər Monqolistanda və daha qərbdəki türk olmayan qrupları türkləşdirmiş, daha sonra isə türklər və yeni türkləşənlər birlikdə Qazax çöllərindən qərbdə yaşayanları da türkləşdirmişdi. Bu faktların hamısı bizə göstərir ki, türk olmaq hər zaman genetik yox, daha çox mədəni və siyasi bir kimlik olmuşdu. Əslində bu, bizə istənilən xalqın və ya millətin bir anda yaranmadığını və zamanla formalaşdığını xatırladır. Bu gün türk dünyasının bir çox yerində insanlar Tanrı sözünü Allah mənasında və ya çox tanrılı dinlərdəki xüsusi tanrıları bildirmək üçün işlədir. Bu sözün kökünün tengriçiliyə qədər gedib çıxdığı yəqin ki, bir çoxunuza məlumdur. Tengriçiliyin tək tanrılı vahid bir din olduğu tez-tez səslənsə də, bu mövzu
qeyri-müəyyən olmaqla birlikdə həm də qarışıqdır. Tenqriçilik və ya tenqrizmin təbiəti müzakirəlidir. Onun politeist və ya monoteist din olub olmamağı bir yana, hətta onun bir din olmağı belə qeyri-müəyyəndir. Bunun əsas səbəblərindən biri digər səmavi və ya dünyəvi dinlər kimi xüsusi bir yazılı kitabının olmamağıdır. Ümumiyyətlə qədim türklərin inancları və mifləri müxtəlifdir və qədim türklərin bunları tenqriçilik adı ilə vahid bir din altında birləşdirmədiyini bilirik. Türklərdə dinlə əlaqəli fikirlər göy, yer, su və əcdadlara sitayiş kultları ilə formalaşmışdı. Bu inanc sisteminin içində çox açıq şəkildə şamanizm təsiri də özünü göstərir. Şamanizmə də bu videoda mütləq toxunacağıq. Türk mifologiyalarında birdən çox tanrı və ruhlardan bəhs edilir. Həmçinin türklər coğrafi və sosial olaraq yayıldıqca fərqli dinlərdən və mifologiyalardan da təsirlənmişdilər. Bu inanclarda qarşılaşdığımız başlıca varlıq gök tenqridir. Jean-Paul Roux qeyd edir ki, Tengri sözünə rastlaşdığımız ən qədim istinad Çinlilərin Asiya hunları ilə bağlı yazılarındadır. Qədim türklərin Tengri deyərkən səma ilə səma tanrısı arasında fərq qoyub qoymadıqları tam da müəyyən deyil. Böyük ehtimal erkən dövrlərdə Tengri deyərkən fiziki olaraq səma ilə onun sahibi olan ruh bir-birindən ayırd edilmirdi. Lakin daha sonralar Tengri ifadəsi səma tanrısı olaraq qarşımıza çıxır. Bu səbəbdən də Tengri özünə gök sifətini almışdı. Gök əslində dilimizdə də göy olaraq işlətdiyimiz mavi rəngi bildirsə belə, Latın dilinə səma olaraq, Tengri sözü isə tanrı olaraq tərcümə edilmişdi. Beləcə də vaxtilə mavi səma mənasını verən gök Tengri səma tanrısını bildirməyə başlamışdı. Mahmud Kaşqari öz əsərində kafirlərin səma, dağ və ağac kimi gözlərinə ulu görünən hər şeyə Tengri dediyini yazır. Qədim türklərdə həmçinin ortaq bir gök Tengri inancının olub-olmamağı da tam bilinmir. Böyük xaqanlıqların qurulduğu dövrlərdə bütün xalq üçün gök Tengri inancının ortaq bir kult kimi qəbul edildiyi ehtimal edilir. Jean-Paul Roux Tengrizmin monoteist bir din kimi yalnız imperiya səviyyəsində, aristokrat dairələrdə inkişaf etdiyini iddia edir. Fərqli türk kitabələrindən belə başa düşürük ki, xanları taxta çıxaran və onları qoruyan elə məhz gök Tengridir. Türk və Monqol xanları bəzən Tengrinin oğlu olaraq qəbul edilirdilər və bu səbəbdən də onların təmsilçisi idilər. Tengri mətnlərdə bəzən bəşəri tanrı olsa belə, o eyni anda milli tanrıdır. Türk inancına görə onlar dünyanın ortasında, səmanın düz altında yaşayırdılar. Beləcə, səma daim onları qoruyurdu. Hətta bəzi mətnlərdə Tengri sözü türk sifətini alaraq türk Tengrisi olaraq bildirilirdi. Maraqlıdır ki, Tengrinin yaradıcı gücü haqqında əvvəlki türk yazılarında qarşımıza bir şey çıxmır. Bu, daha çox 10-cu əsrdən etibarən yayılmağa başlayan düşüncədir. Ümumi olaraq baş tanrı və ya tək tanrı olaraq gök Tengri qəbul edilsə də, digər təbiət elementləri ilə əlaqəli tanrıların və ya qüvvələrin də mövcud olduğunu biraz əvvəl qeyd etmişdim. İndi isə sırasıyla bu tanrılara da göz gəzdirək. Bunlardan ən önəmlisi Ülgen, xüsusilə də Altay və Yenisey ətrafında yaşayan türklərdə sitayiş edilən tanrıdır. Maraqlıdır ki, ona fərqli Altay qruplarında Xuday və ya Kurbustan, Monqollarda isə Qormosta deyilir. Adından da göründüyü kimi, bu zərdüştlükdəki Hörmüzdün türk və Monqol inancına daxil edildiyini göstərir. Altay yaradılış dastanının hekayəsi də elə məhz zərdüştlüyün dualist kosmologiyasına çox bənzəyir. Ülgen böyük və ulu mənasına gəlir və bu səbəbdən də alimlər arasında Ülgenin elə məhz gök Tengri olub olmamağı barəsində ortaq məxrəc yoxdur. Abdülkadir İnan Ülgenin Kayra xanla eyni tanrı olduğunu bildirsə də, Vasili Radlov Sibirdəki şamanist türklər üzərində apardığı araşdırmalardan Ülgenin Tengere Kayra xandan törədiyi qənaətinə gəlmişdi. Radlovun dediyinə görə bu Tengere Kayra xan səmanın 17-ci qatında kainatın taleyini həll edir. Ülgen isə ondan bir pillə aşağıda dağ üzərində yaşayır. Ülgen ay və ulduzlardan daha yuxarıda yaşayır və onun yanına ancaq kişi şamanlar qalxa bilər. Altay yaradılış dastanına görə elə məhz insanları yaradan da Ülgendir. Ülgenin tam tərsi isə Erlik adlı bir varlıqdır. Erlik türk dastanlarında şeytan və ya əhrimanın eynisidir. İlk başda insan olsa belə, tanrı Ülgenlə arası dəydikdən sonra onun əksi obrazındadır. Erlik hər zaman pislik etmək seçər və Ülgenin tam tərsi olaraq biliksiz, dağıdıcı və ara qarışdıran varlıqdır. İradəsi yoxdur və iradəsizliyin simvoludur. Dastanlarda həmçinin şeytana tez-tez körmöz, yəni görməz də deyilir. Orxun yazılarında bəzən yer-su tanrılarından da bəhs edilir. Bu ifadə başa düşüldüyü qədərilə yaşadığımız yeri təmsil edən ruhların cəminə verilmişdi. Bugünkü şamanist türklərdə qarşılaşdığımız dağ, su, meşə və qaya kultları vaxtilə yer-su adı altında toplanmışdı. Şamanistlərə görə dağlar, göllər və bulaqlar canlı varlıqlardır. Hətta orta əsrlərdə Yunan alim Theophylaktos Simokates türklərin atəşə, suya və havaya ibadət etdiyini desə də, onların yalnız səmanı və yeri yaradanı Tengri olaraq çağırdığını yazır. Yer-su ruhlarından isə ən önəmlisi dağlardır. Çünki şamanist türklərdə dağ kultu gök Tengri ilə yaxın idi. Çin mənbələrində Hunların və daha sonrakı türk və Monqolların gök Tengriyə qurbanları
yüksək dağların təpələrində etdiyi qeyd edilir. Həmçinin dağların səmaya yaxın olmağı ilə əlaqədar qədim türklərdə dağların tanrıların məkanı olduğu inancı da bayaq ülgenin səmadaşı yeri ilə gördüyümüz kimi mövcud idi. Şaman dualarından belə başa düşülür ki, şamanistlər dağın özünə də ibadət edirdilər. Məsələn, göy türklərdə Ötükən dağının və meşələrinin vacibliyi qədim mətnlərdən bəllidir. Həmçinin Çingizxanın Merkitlərdən qaçan zaman Burxan Xaldun dağına sığındığı və bu sayədə xilas olduğu da rəvayət edilir. Tonikuk abidəsində Tengri və Yersu ilə birlikdə ilahə Umay da zikr edilir. Mahmud Kaşqari Umayı plasenta, yəni ətənə olaraq tərcümə etmişdi. Doğrudan da Altaylılara görə Umay yeni doğulmuş körpələri qoruyan tanrıdır. Hətta Orxon yazılarında Bilgə xan öz anasını uşaqlarını qoruduğu üçün Umaya oxşadır. Umay adının mənşəyi ilə bağlı nəzəriyyələrdən biri də bunun Hind və İran mifologiyalarından gələ biləcəyi ilə bağlıdır. Məsələn, İran dastanlarında Huma adlı bir quşdan bəhs edilir. Hətta bu gün bu quş Yakut və Başqırd dastanlarında və Özbəkistanın gerbində də təsvir edilir. Türklərin inancı ilə bağlı danışarkən şamanizmi etina etməmək olmaz. Şamanizm ilk dəfə qərbli antropoloqlar tərəfindən türklər və monqollar başda olmaqla onların qonşuluğundakı Tungus və Samoyedlərin qədim dini kimi qəbul edilirdi. Amma dünyada fərqli bölgələrdəki fərqli dini ənənələr aşkarlandıqca antropoloqlar bu ifadəni bir-birinə oxşar yerli xalq dinləri üçün istifadə etməyə başladılar. Ona görə də şamanizm deyəndə vahid bir din ağla gəlməməlidir. Şaman sözünün Tungus dilinə aid olduğu qəbul edilir. Daha sonralar ruslar yerli insanlarla əlaqələri zamanı bu sözü daha geniş mühitə yaymışdılar. Türk dillərindəki ifadəsi isə əsasən qamdır. Sadə dillə desək, qam varlığına inanılan ruhlar və tanrılarla insanlar arasında vasitəçilik edən din adamlarına deyilir. Ümumi baxanda şamanın xəstələri sağaltdığına, ruhlarla danışdığına və ölümdən sonra ruhları digər dünyaya ötürməyinə inanılır. Şamanlar ekstaz halına girərək digər dünyaya səyahət edir və oradakı ruhlardan cavab almağa çalışır. Hələ Asiya Hunları vaxtından müalicə ilə məşğul olan kahinlərin olduğu bilinir. Bu tərz kahinlər Wuhuanlar, tapğaclar və Jujanlarda da mövcud idi. Daha sonralar türkmənlərdə də şamanların olduğunu İbn Sinanın yazdıqlarından bilirik. Bir proqnoz almaq üçün sehirbaza müraciət etdiklərində bu sehirbaz hər bir istiqamətə doğru qaçar və huşunu itirənə kimi tənginəfəs olar. Bunu edərkən xəyalının ona göstərdiyi şeyləri dilə gətirər və bunu müşahidə edənlər də onun dediklərini diqqətlə dinləyərdilər. Şamanistlərə görə əsl qam ekstaz halına girə bilən şamandır. Bunu edə bilməyən şamanlara hörmət etməzlər və onlara şarlatan kimi baxarlar. Şamanın əlaqəyə keçdiyi ruhlardan ən qüvvətlisi əcdadlarının ruhlarıdır. Şamana ekstaz halında qeybdən xəbər verənin də elə məhz bu ruhlar olduğuna inanılır. Ekstaz halı bitdikdən sonra şaman ayin zamanı dediklərini xatırlamaz və təkrarlaya da bilməz. Jean-Paul Roux şamanizmin monarxiyaya qarşı bir sistem olduğunu irəli sürür. Bəlkə də buna görə də böyük xanlıqlar qurulduğu zaman şamanizm yalnızca xalq arasında qalmağı bacarmış, dövlətin rəsmi dini statusunda tengriçiliyə məğlub olmuşdu. Monqolların gizli tarixi əsərindən bildiyimiz qədərilə Çingizxan bir müddət sonra ona qarşı çevriliş hazırladığı üçün Kököçü adlı şamanın təsirindən son anda qurtulmuş və onun öldürülməsini əmr etmişdi. Beləliklə, qədim türklərin inanc sistemi haqqında ümumi bir mənzərə yaratmağa çalışdım. Türklərin yayıldığı yerlərdə bu gün fərqli dinlər hakim olsa belə, bu cəmiyyətlərin dillərində, miflərində və hətta bəzən gündəlik həyatlarında belə qədim izləri müşahidə etmək mümkündür.